Davam eləyək növbəti testlərimizlə. Bilirsiniz, 1-dən 25-ə qədər mən izah edib yerləşdirmişəm. Sadəcə video uzun olmasın deyə 2-yə bölmüşəm. Davam edək 26-cı testdə qalmışdım əziz şagirdlər. Aha, gəlin baxaq. Deyir ki, ləngimək ölümə bərabər. Cümləsində mübtədə nə ilə ifadə olunmuşdur? Nə ləngimək? Gördünüz ki, maqmək şəkilsi işlənib bir sözdür. Bir sözdürsə bu tərkib ola bilməz. Mümkün deyil. Fe'li sifət də deyil, isim də deyil, əlbəttə ki, məstər şəkilsidir. Hansı bəddə cümlənin mübtədası səhv göstərilmişdir? Gəlin baxaq. Bağın sərinliyi onun canına dinclik gətirmişdi. Nə? Bağın sərinliyi. Bilirsiniz ki, üçüncü növ ismi birləşməni parçalamaq olmaz. Yəlik halda mənsubiyyətdə parçalaya bilmərik, düz göstərilib. Muradı bağda da özü çağırmışdı. Nə etmişdi? Çağırmışdı. Kim? O. Bax, burada şəxs əvəzi ifadə olunub, amma kimi, Muradı tamamlıq kimi ifadə, tamamlığı, yəni tamamlıq ifadə edən sözü daha doğrusu, yəni ismi götürüblər. Yəni burada cavab B bəndidir. Aşağıdakı dərəyə daxma və ağaclar görürdü. Dərədə daxma və ağaclar görünürdü. Nə görünürdü? Daxma və ağaclar isimlə ifadə olunub. Burada düz səhv deyil. Üzü niqablı, əli qılınclı gənc adam. Kim? Adam şığıdı. Adam bağdan küçəyə şığıdı. Nə etdi? Şığıdı. Kim şığıdı? Adam. Burada da ifadə olunub isimlə. Gözəldir. Gözəl olan nədir? Topqapı Sarayının tavanı. Burada Y bəndi ilə düzgün ifadə olunub və cavab burada B bəndidir. Hansı cümlədə mübtədə ismi birləşmə ilə ifadə olunubdur? Gəlin baxaq 28-ci testdə. İsmi birləşmək istəyir bizdən. Özümüz bilərik. Bilərik kim? Özümüz. Bilirsiniz ki, öz əvəzlikdir. Bizə isim birləşmə lazımdır. Eşitdiyinə inanma. İnanma nəyə? Eşitdiyinə. Gördüyünə inan. Nəyə? Gördüyünüz. Burada mübtədə yoxdur. Doğrudan da Məmmədəli doğrudan da Məmmədəli olacaqdı ya, yəqin ki. Qeyrət sən halal olsun sənə. Burada kitabı var. Qeyrət nə? Qeyrət burada isim ifadə olunub çıxdı. O vaxtlar Azərbaycanı müstəqil dövlət kimi görmək hamımızın arzusu idi. Hamımızın arzusu idi. Nə? Deməli, o vaxtlar Azərbaycan müstəqil dövlət kimi görmək, maqmək şəkilçisi var və fe'li birləşmədir. Niyə görə? Çünki sol tərəfdəki bütün sözlər tərkib içərisinə daxil edir. Amma bizə nə istəyir? İsmi birləşmə istəyək. Burada da qarşımıza çıxmadı. Sinaq meydanı vətən uğrunda, azadlıq uğrunda döyüşlər gedən yerlərdir. Hara? Sınaq meydanı. Baxın, o saat o dəqiqə özünü göstərir. Sınağın meydanı, yəni ismi birləşmədir. İkinci növ ismi birləşmədir. Cavab ona görə Y bəndi olur. Mübtədası mücərrəd mənalı isimlə ifadə olunmuş cümləni müəyyən edin. Mücərrəd mənalı isimlə. Hər oxuyan Molla Pənah olmaz. Molla Pənah olmaz. Kim? Oxuyan. Burada ən fe'li sifətlə ifadə olunub. Daha doğrusu hər oxuyan bir yerdə fe'li sifətlə ifadə olunub çıxdı. Yaşamaq yanmaqdır. Yanmaqdır nədir? Nə? Yaşamaq məstərlə ifadə olunub çıxdıq. Sonra yaxşılıq insana bir sənət olsun. Nə etsin? Sənət olsun. Nə yaxşılıq? Yaxşılıq özü mücərrəd isimlidir. Cavab C bəndi. Yaxşını pisdən ayırmaq lazımdır. Ayırmaq lazımdır. Nəyi yaxşını? Nədən pisdən? Burada heç yoxdur ümumiyyətlə. Mən səni həmişə sağlam görmək istərdim. Kim? Mən. Burada da mübtədası şəxs əvəzi ilə ifadə olunubdur. Yəni 30-cu suala baxaq. Hansı cümlənin mübtədası fiili sifət tərkibi ilə ifadə olunubdur? Xeyirxah işlərlə məşğul olanları qorumaq lazımdır. Qorumaq lazımdır. Kimi? Xeyirxah işlərlə məşğul olanları. Burada tamamlıqda çıxdıq. Fiili sifət tərkibi olsa da tamamlıq vəzifəsindədir. Kimi qorumaq lazımdır? Aha, bu işləri görən şəxs böyük məsuliyyət daşıyır. Nə edir? Məsuliyyət daşıyır. Kim? Gəlin baxaq burada. Kim? Bu işləri görən şəxs. Bu işləri görən şəxs.
Kim? Şəxs. Hansı şəxs? Bu işləri görən şəxs yox. Burada feili sifət tərkibi var, doğrudur. Amma burada təyin vəzifəsində. Çünki niyə? Çünki özündən sonra mübtədə işlənib. Milli teatrımızın əsasını yaradanlar unudulmayacaqlar. Kim? Unudulmayacaqlar. Kim? Baxın burada görürsüz. Milli teatrımızın əsasını yaradanlar hardan bilir? Çünki burada an şəkilçisi var və sol tərəfdəki bütün sözləri tərkibə daxil edir. Öz işlərini bacarmayanları utandırmaq gərəkdir. Utandırmaq gərəkdir. Kimi? Öz işlərini bacarmayanları. Aha. Bir də burada da feili sifət var, amma tamamlıq vəzifəsindədir. Deyilənlər, tapşırılanlar yadınızdan çıxmasın. Yadınızdan çıxmasın. Nə? Deyilənlər, nə tapşırılanlar. Baxın, burada da mübtədə vəzifəsində var. Gördüyünüz kimi şəkilçilərdə görürsünüz. Amma məsələ burasındadır ki, burada feil sifət tərkibi deyil. Yəni, bir sözlə ifadə olunduğuna görə deyilənlər yadınızdan çıxmasın. Nə? Deyilənlər, nə tapşırılanlar. Burada həmcis mübtədalar var. Amma ki, təkcə bir sözdə, yəni feili sifətlə ifadə olunub. Bizə isə tərkib lazımdır. Ona görə cavab hansı oldu? Burada cavab C bəndidir. Sonra gəlin 31-ə baxalım. Hansı bənddəki cümlənin mübtədası feili birləşmə ilə ifadə olunmuşdur? A'dan bu tərəfindəki qamışlıqdan səs gəldi. Nə etdi, gəldi, nə gəldi, səs gəldi, isimlə ifadə olunur. Buranı salamat keçmək evə çatmağa bərabər idi. Nə? Buranı salamat keçmək. Gördünüz, baxın, maqmək var, feili birləşmədir. Sol tərəfdə sözlər var və onu əlavə edib birləşmənin tərkibinə daxildir. B bəndi. Bunu görən Çərkəz özünü saxlaya bilmədi. Kim? Çərkəz isimlə ifadə olunub. Ağacların kölgəsi uzanıb çarpazlaşmış və küçəyə sərilmişdi. Nə etmişdi? Sərilmişdi. Sərilən nə idi? Ağacların kölgəsi ismi birləşmədi. Çıxdıq, bizə feili birləşmə lazım idi. Salatlının göz yaşlarına baxmayaraq anası inadından dönmədi. Nə etdi? İnadından dönmədi. Kim? Anası. Burada da isimlə ifadə olunubdur. Cavab oldu B bəndi. Cümlələrin birində mübtədə buraxılmışdır. Gəlin baxalım. Sizi də indicə çağıracaqlar. Nə edəcəklər? Çağıracaqlar. Kimi sizi? Kim çağıracaq? Onlar çağıracaq. Burada mübtədə buraxılmışdır. Gözəl şairimiz Söhrab Tahirin anasının gəlişini hamımız yaxşı xatırlayırıq. Nə edirik? Xatırlayırıq. Kim xatırlayır? Biz xatırlayırıq. Biz xatırlayırıq. Yəni hamımız. Burada var. Çıxdıq. Dəfələrlə Bakı gəmi limanından kör peşman geri qayıtmışdıq. Nə etmişdik? Qayıtmışdıq. Kim qayıtmışdıq? Peşman geri qayıtmışdıq. Biz qayıtmışdıq. Burada da biz yoxdur. Burada da yoxdur. Sizi indicə çağıracaqlar. Kimi sizi? Onlar çağıracaq. Burada axı ikisində də yoxdur. Aynən C-nin ikisində də yoxdur axı burada. Yıxılana balta çalan çox olar. Kim? Balta çalan. Burada feili sifət var. Burada çıxdıq. Bu yerləri özüm də yaxşı tanımıram. Kim? Özüm burada da əvəzi ifadə olunub. Deməli, burada sizi də indi çağıracaqlar. Nə edəcək? Çağıracaqlar. Kimi sizi? Kim? Onlar. Burada həm A-da, həm C-də ikisində də yoxdur. Maraqlıdır. Yəqin yanlışlıq olub. Burada şəxs sonluqlarına görə bilirik ki, yəni ki, burada ikisində buraxılıbdır. Deməli, burada A ilə C variantı. Mübtədası feili birləşmə ilə ifadə olunmuş cümlə. Feili birləşmə. Müsabiqədə qalib gələnlərdən müsahibə aldılar. Burada müsabiqədə qalib gələn müsahibə aldılar. Nə etdilər? Müsahibə aldılar. Kim? Onlar. Burada yoxdur.
bizə feili birləşmə istəyir. Burada lap düşünülsə belə onunla müsahibə alıblar. Ona görə burada götürə bilmərik. Əvəzliklə ifadə olunubdur. Məktəbə gələn qonaqlar lap əvəzliklə ifadə olunub belə desək, burada biz nədir kənarda düşünmüşük deyə, o deməkdir ki, siz cümlə daxilində onu götürməlisiniz. Məktəbə gələn qonaqları hörmətlə qarşıladılar. Nə etdilər? Qarşıladılar. Kim? Yenə onlar. Burada da yoxdur. Qəbul otağında gözləyənləri içəri dəvət nə etdilər? Dəvət etdilər. Kimi qəbul otağında gözləyənlər? Kim? Yenə onlar. O burada da yoxdur yenə. Yarışda yaxşı iştirak edənlərə hədiyyə verildi. Nə etdi? Verildi? Hədiyyələr verildi. Burada isə isimlə ifadə olunub. Bizə nə istəyir? Feili birləşmə burada da yoxdur. Nə etdilər? O olimpiyadada iştirak edənlər mükafat aldılar. Nə etdilər? Mükafat aldılar. Daha doğrusu mükafatı aldılar. Üzr istəyirəm. Burada yanlışlığa yol verdim. Diqqət etmədim. Aha. Deməli, nə etdilər? Aldılar. Kim? Olimpiyadada iştirak edənlər. Baxın, gördünüzmü? Bir söz, bir söz o cümlədən. Nəyi aldılar? Mükafat aldı. Bu da tamamlıqdır. Aha. Gəlin baxaq 34-də. Mübtədaya aid edilmiş əlamətlərdən biri səhvdir. Qələmin ucunu düzəldim. Aha. Deməli, mübtəda aid edilmiş əlamətlərdən biri səhv. Feili birləşmə ifadə oluna bilir. Xeyr. Bu da ha. Elə yebəndə gördüyünüz kimi feili birləşməni çox rahatlıqla ifadə oluna bilir. Feili bağlama ilə ifadə oluna bilmir. Amma feili birləşmə deyəndə məstər və feili sifət nəzərdə tuta bilər. Elə səhv A-dır da elə. İsmi birləşmə ifadə oluna bilir. Bəli. Ən müstəqil üzvüdür. Bəli. Ayrı nüqsələ ifadə olunur. Bəli. Xəbər mübtədə şəxsə və kəmdə uzlaşır. Əlbəttə ki. Mübtədası feildən düzələn isimlə ifadə olunmuş cümləni müəyyən edir. Feildən düzələn isim. Görüş heç kimin gözləmədiyi qalmaqalla başa çatdı. Nə etdi? Başa çatdı. Nə? Görüş. Mübtədası feildən elə görməkdən görüş yaranıb da. Görməkdən görüş cavab elə bəndə olacaq. Böyüklər bizim hüquqi tələblərimizi nəzərə aldılar. Nə etdilər? Nəzərə aldılar. Kim? Böyüklər. Böyüklər sözü sifətdir. Böyümək, feildən düzələn sifət çıxdı. Havanın soyuqluğu inadlarından döndərə bilmədi. Nə havanın soyuqluğu ismi birləşmə çıxdı. Bugünkü yarış fövqəladə bir şəraitdə keçirildi. Nə yarış? Burada sadə isim, yarış sözü bilirsiniz, sadədir. İsimli ifadəm çıxdı. Kəsici aparatlar lazımsız əşya kimi bir küncə atılmışdı. Nə? Aparatlar sadə isimlə ifadə olunub çıxdıq. Burada hiçbir şey yoxdur. 36-ya baxaq. Cümlələrin birində mübtəda söz birləşməsi ilə ifadə olunmamışdır. Koroğlu el qəhrəmanıdır. El qəhrəmanıdır. Kim? Koroğlu. Söz birləşməsi deyil. Bizə söz birləşməsi adı üstündə. Deməli, iki sözdən ibarət olacaq. Adı üstündə söz birləşməsi. Çıxdıq. İfadə olunmamışdır. Üzr istəyirəm zaten. İfadə olunmamışdır, istəyir. Elə bəndə olacaq. Vətənimizin hər yeri ana qucağı qədər istidir. Necədir? İstidir. Nə? Vətənimizin hər yeri. Baxın, söz birləşməsidir. Gördüyünüz kimi, vətənimizin hər yerlik alıb mənsubiyyəti söz birləşməsi çıxdıq. Bu yerlərin gözəlliyi qonaqları heyrətə gətirmişdi. Heyrətə gətirmişdi. Nə? Yerlərin gözəlliyi ismi birləşmə çıxdıq. Rahat, ürək ağrısı onu rahat qoymurdu. Nə? Ürək ağrısı ismi birləşmədə çıxdıq. Tikintidə işləyənlər bizim briqadan fəhlələridir. Deməli, kim? Tikintidə işləyənlər. Bu da söz birləşməsidir. Özüdəki feili birləşmədir. Baxın, bu da söz birləşməsidir. Ona görə cavab elə A bəndidir. Yaxşı. Koroğlunun deməli cümlələrin birinin mübtədası feili birləşmə ilə ifadə olunmuşdur. Bugün hamı onun barəsində danışır. Nə edir? Danışır. Danışan kim idi? Hamı. Burada əvəzlikdir. Bizə feili birləşmə lazım çıxdıq. Dağ havası onun əsəblərini sakitdir. Nə? Dağ havası ismi birləşmə çıxdıq. Səlim qızın ad günündə qızıl saat bağışladı. Kim bağışladı? Səlim bağışladı. İsimli çıxdıq. İradəsi güclü olanlar sınağa dözür. Nə edir? Dözür. Kim? İradəsi güclü olanlar. Baxın, gördünüz? İradəsi güclü olanlar. D bəndi
Onun şöhrəti dünyanın hər yerinə yayılır. Nə onun şöhrəti, bu da ismi birləşmədə çıxdıq. 38-ə baxaq. Gəlin keçirək yuxarı biraz vaxt alır bu. 38. Əvvəlini oxumadım. Nə istəyir bizdən? Hansı cümlədə fe'li birləşmə mübtədə vəzifəsində işlənib? Qələm düzəldim. Aha. Hansı cümlədə fe'li birləşmə mübtədə vəzifəsində işlənib? Gəlin baxalım. Nə etməli? Bacarmalıyıq. Kim bacarmalıdır? Biz bacarmalıyıq, düzdürmü? Amma biz yoxdur. Deməli, burada yoxdur. Kitab Dədə Qorqud dastanı türk dilli xalqların ortaq abidəsidir. Nə? Kitab Dədə Qorqud dastanı. Bizdə fe'li birləşmə istəyir. Yox, burada ismi birləşmədə çıxdıq. Gördüyünüz kimi ismi birləşmədir hələ ki. Rastımıza çıxmayıb fe'li birləşmə. Aha. Sonra dil ədəbiyyat dərslərində əqli hücum üsulundan istifadə etməyin faydası çoxdur. Çoxdur nə? Burada çoxdur. Çox olan nədir? Üsulundan istifadə etməyin faydası. Deməli, dil ədəbiyyat dərslərində bizə şərtdə nə soruşdu? Mən unutdum şərti. Dəqiq şərtə baxaq. Fe'li birləşmə mübtədə vəzifəsində işlənib. Fe'li birləşmə mübtədə vəzifəsində işlənirsə, əqli istifadə etməyin faydası çoxdur. Faydası çoxdur. İstifadə etməyin faydası çoxdur. Nədən? Dil ədəbiyyat dərslərində əqli hücumdan üsulundan. Aha, bu da getdi. Sonra nə edirəm? Verirəm. Kim verir? Mən verirəm. Burada da yoxdur. Gənc səsin dünya görüşünü formalaşdırmaq hər birimizin borcudur. Borcudur nə? Yox, hər birimizin borcudur. Nədir borclu olan şey? Gənc nəslin dünya görüşünü formalaşdırmaq. Cavab burada Y bəndidir. Aha, nə gözəldir dinləmək suların nəğməsini. Nə gözəldir dinləmək suların nəğməsini. Burada nə deyir? Cümlədə mübtədə nə ilə ifadə olunmuşdur? Baxın, burada inversiya var. Görürsünüz ki, inversiya bilirsiniz də nədir? İnversiya xəbərin önə çıxmadır. Bizə bilirsiniz, əsasən xəbər cümlənin sonunda gəlir. Cümlənin sonunda gəlir, amma inversiya olan zaman xəbər yer dəyişməkdir. Əslində cümlə belədir. Suların nəğməsini dinləmək nə gözəldir. Əslində qalsa belədir. Burada magmək elə biz bunu buradan silsək, suların nəğməsini dinləmək. Baxın. Nə? Suların nəğməsini dinləmək olur məsdər, tərkib. Elə olanda yer dəyişməyib avtomatik. 40-a baxaq. Hey, bəri bax. İyidə yaraşmaz arxadan vurmaq. Aha, bir dənə qələmə düzəldim. Hə. Hey, bəri bax. İkidə yaraşmaz arxadan vurmaq. Nöqtədə nə ilə ifadə olunmuşdur? Nə etməz, yaraşmaz. Kimə? İkidə. Nə? Arxadan vurmaq. Baxın. İki sözdür. Avtomatik, yəni ki, ya məsdər tərkib yazacaqlar, ya da fe'li birləşmə. Gəlin baxaq. 41. Öz səadətini başqasının bədbəxti üzərində quranlar lənətlə yad olunur. Nə edirlər? Yad olunurlar. Kim? Öz səadətini başqasının bədbəxtliyi üzərində quranlar. Baxın, əndi bütün sözləri tərkibin içərisinə daxil eləyir. Fe'li sifət tərkibi ya da fe'li birləşmə yazılacaq. Mübtədası ismi birləşmə ilə ifadə olunan cümləni müəyyən edin. Mübtədası ismi birləşmə ilə. Aktyorun səhnə taleyi keşməkeşli əzablı olmuşdu. Keşməkeşli əzablı olmuşdu. Nə? Aktyorun səhnə taleyi. Baxın, aktyorun taleyi
İsmi birləşmədə üzr üçüncü növ ismi birləşmədə parçalaya bilmərik. Elə bizə zaten mübtəda soruşur da cavab A olacaq. Təbiət körpəni yuxudan arası kimi xumarlanırdı. Nə təbiət isimli çıxdıq. Qulağıma həzin bir səs gəldi. Nə gəldi? Səs gəldi, isimli çıxdıq. Elə bir quşcuğaz özünün məhəbbət nəğməsini oxuyurdu. Nə quşcuğaz isimli çıxdıq. Əkin yeni suvar olmadığı üçün taxıl yanırdı. Hə, əkin yeri suvarılmadığı üçün taxıl yanırdı. Nə edirdi? Yanırdı. Nə yanırdı? Taxıl. Taxıl yanırdı. Nə üçün? Nə səbəbə? Əkin yeri suvarılmadığı üçün. Orada zəfliyin tərkibini daxil edəcəiz. Aha, bir dəqiqə qələmi düzəldim. Bizə nə istəyir? Mübtəda haqqında səhv fikri müəyyənləşdirin. Deyir ki, haqqında danışılan şəxsi, əşyanı və anlayışı bildirir. Bəli, subyekt bildirir. Şəxs, yəni canlılarda şəxsdir, əşyalarda nə sona cavab versə əşyadır, bildirir. Kimlə, bəzən də harası olan cavab verir. Doğrudur. Cümlənin ən müstəqil üzvüdür. Qrammatik cəhətdən heç bir üzvdən asılı deyil. Bəli, bütün ismi və fiili birləşmələr cümlədə mübtəda vəzifəsində işlənə bilər. Xeyr. Bütün feili birləşmələrdə feili bağlama bura aid deyil. Feili bağlama cümlədə zərfli olur, amma məsdərlə feili sifət bəli işlənə bilər. Bütün əsas nitqsələr ifadə oluna bilər, bəli, ifadə oluna bilər. İsimlə də, sifətlə də, sayla da, vəziklə də, zərflə də, feillə də, yəni məsdər və feili sifətlə də ifadə oluna bilər. Hansı cümlədə fərqləndirilmiş söz mübtədadır? Baxaq. Deməli, bunu fərqləndirmə yolunu mən izah etmək istəyirəm. Ora çatınca çox vaxt itkisinə yol verdik. Yadınızı saxlayın. Ora bura sözləri ilə işlənən zaman ya şəkilçisini əlavə edə bilirsinizsə, o zərflik olacaq. Edə bilmirsinizsə, o mübtəda olacaq. Oraya çatınca, oraya gələndə, buraya, oraya. Gəlin baxayın, oraya çatınca çox vaxt ikisinə yol verdik. Gördünüz, oldu. Deməli, bu zərflik imiş. Buraya gələndə hamımızı görməyə arzulayın. Deməli, burada da işlənə bildik. Gələk buraya bizim keçmişimizin yaşadığı yerdir. Gördünüz, işlədə bilmədik. Deməli, bura mübtədadır. Buraya yazdığımı görmürəm. Yazdığımdan testi görmürəm. Buraya gələndən sonra oxumaq həvəsim artmışdı. Burada da qeyd edə bilirəm yanı bir yerdə. Bu da deməli zəflikdir. Oraya getmək üçün heç də göründüyü kimi asan deyil. Oraya getmək heç də göründüyü kimi asan deyil. Bu da çox rahatlıqla işlədə bilərəm, deməli olur. Zərflik. Verilmiş cümlənin mübtədanın ifadə vasitələri. Gəlin baxalım. İfadə vasitə bağlı uyğunluğu müəyyən edin. Gəlin müəyyənləşdirək. Deməli, isim əvəzi ismi birləşmə feili birləşmə. Dağdan axıb gələn suların şırıltısı Güləsəri məst eləmişdi. Nə etmişdi? Məst eləmişdi. Nə? Nə məst eləmişdi? Suların şırıltısı. Baxın, suların şırıltısı burada ismi birləşmədir. Deməli, ismi birləşmə harada edəcəm? Deməli, 3-ə A. 3-ə A-dan qeyr olanları avtomatik silin. Deməli, C ilə də getdi. Atlı və piyada səyahətçilərin bizim balaca qəsəbəmizdə qalmaqlarının səbəbini biz indi anlamaqdaydık. Anlamaqdaydık. Kim? Biz. Əvəzliklə ifadə olunub. Deməli, bunu da bura əlavə edəcək B-yə. Deməli, 2B olacaq. 2B olacaqsa da, deməli, bu da getdi. Deməli, zaten A getdi, B getdi, C getdi, D getdi, Y qaldı. Y qaldı, amma gəlin bir dənə yenə də baxalım, bir dənə səhvliyə, yanlışlığa hardasa yol verə bilərik diqqətsizlikdən. Bu dəfə səssizlikdir. Qapını açan, qabağa çıxan yox idi. Nə edən qabağa çıxan, nə edən qapını açan. Deməli, feili birləşmə 4 olacaq. Deməli, C. Düzdürmü? 4 olacaq C. Y bəndə uyğun gəlirmi? Bəli, uyğun gəldi. Çox güman cavab C olacaq. Burada nədir? Amma bu Amma bu qadağan olunmuş görüş od üstünə atılmış bir damcı su kimi həsrətimizi alovlandırıb.
Ne edib? Alovlandırıb. Alovlandıran nədir? Ah, görüş. Baxın, görüş isimlə ifadə olunub. Deməli, bu da gələcək Y-yə. Ha, zaten burada Y bəndi. Bəs biz D-ni hara aid elədik? A, D-yi oxumadıq heç biz. Onlar məktəbə təhsilə meyilləndikcə gələcək daha parlaq görünməyə başlayır. Nə edir? Başlayır. Nə başlayır? Gələcək. Burada da D-ni bura əlavə elədik. Vəssalam, düzdür. Cavabında Y bəndi. Bəli, tamamilə doğrudur. Testlərdə biz diqqətli olmaq lazımdır. Ola bilər tələskənlikdən diqqətsizlik eləyə bilərəm. Üzrü sayasız. Aha. Hansı cümlənin mübtədası ismi birləşməklə ifadə olunmuşdur? Anasının xatirələrinə qulaq asmaq onun yeganə təsəllisidir. Onun yeganə təsəllisi idi. Nə? Anasının xatirələrinə qulaq asmaq. Baxın, burada məqdə feili birləşmə. Bizə isə ismi birləşmədir, getdi. Onun dənizə baxan gözlərini görmək, burada da məstər tərkibidir, getdi. Nəzərə, Xəzərə zillənən gözlər, burada gözlər nigaran idi, ismidir, getdi. Düşündüklərini həyata keçirmək arzusu onu daha da gərgin işləməyə sövq edirdi. Burada nə edirdi? Sövq edirdi. Sövq eləyən nə idi? Düşündüklərini həyata keçirmək arzusu. Baxın, burada arzusu var. Görürsüz? Hı -hı. Baxın, burada arzusu var. Onun arzusu. Görürsüz, mənsubiyyətdir. Düşündüklərini həyata keçirmək arzusu. Bu da olacaq ismi birləşmə. Latəfətin uşaqlarını burada gördük. Nə etdik? Gördük. Kim gördü? Biz gördük. Burada heç mübtəda yoxdur. Kənarda düşünə bilən var. Hı -hı. Hansı cümlələrdə aslı tərəfi qeyri-müəyyən yəylik halda olan söz birləşməsi mübtəda vəzifəsindədir? Hansı cümlələrdə aslı tərəfi qeyri-müəyyən yəylik halda? Aslı tərəf bilirsiniz ki, sol tərəfdəki hissə, yəni ilk gələn hissə aslı tərəfdir. Sonrakı hissə isə əsas tərəfdir. Yəni ikinci tərəf əsas tərəfdir. Gəlin baxaq, deyir ki, qeyri-müəyyən yəylik halda. Bilirsiniz, qeyri-müəyyən yəylik halda siz şəkilçisini açıq-aydın görməyəcəksiniz. Nə edirdi? Kədər bürüyürdü. Uşaqlıq xatirələri yada düşəndə onu kədər... Nə zaman? Uşaqlıq xatirələri yada düşəndə. Burada anda, əndə var. Olacaq feili bağlama tərkibi və burada getmir. Burada kədər bürüyürdü, isimli ifadə olunub. Lal suları yarıb şütüyən qayıq adanın arxasında görünməz oldu. Nə etdi? Görünməz oldu. Nə qayıq? Hansı qayıq? Lal su yarıb şütüyən qayıq. Burada təyindir. Bu da isimli ifadə olunubdur. Kənd cavanları ona kömək etdilər. Kəndin cavanları deməkdir. İsmi birləşmə. Çəmənlərdən gələn biçilmiş ot qoxusu. Nə ot qoxusu gicəlləndirirdi, nə ot qoxusu. Yəni otun qoxusu deməkdir. Biri də budur. 4. Hansı cümlələrdə o bu əvəzikləri mübtəda kimi işləmişdir? Mübtəda kimi işlənibsə uşaqlar kim və nə suallarına cavab verəcək? Yəni onu biləsiniz. Hansı sualına cavab verirsə artıq o işarə əvəzi kimi işlənəcək. Amma gəlin baxağın və onda təyin olacaq. Gəlin baxağın testimizə. Deməli, o bizim həyata keçirdiyimiz tədbirlərdən biri idi. Nə? O, gördüyünüz kimi nə sualına cavab verdi? Bu da uşaqların hazırladığı modeldir. Nədir? Modeldir. Nə? Bu. Bəli, bunu da götürəcək. Çünki nə sualına cavab verir? O heykəl böyük Sabirə qoymuş abidədir. Hansı heykəl? Baxın, hansı heykəl? Hansı heykəl? Əgər bu şəkildə hansı sualına cavab versə təyin olacaq. Bu heç kimi yolundan döndərə bilmədi. Nə? Bu. Nə sualına cavab verdiyi üçün biz bunu götürəcəyik. O gəmi dənizin digər sahilinə üzür. Hansı gəmi? O gəmi. Burada da təyin vəzifəsinə çıxış edir. Deməli, əziz şagirdlər, bu əvəzlik əslində qalsa işarə əvəzi idi. Sadəcə burada mübtəda kimi işlənibdir. Deməli, 5-də götürmürük. Cavab oldu 1, 2 və 4. Düşən növbəti testdə cəmi 2 testimiz qalıb. Mübtədası isim, sifət, zərf, feil, isim, sifət, zərf, feili sifətlə ifadə olunan cümlələrin ardıcılını müəyyən edin. Aha.
Deməli, burada biraz ardıcıllıq soruşur. Gəlin baxaq. Burada əvvəlki abidənin yerinə başqası qoyulmuşdu. Nə etmişdi? Qoyulmuşdu. Nə qoymuşdu? Başqası qoymuşdu. Baxın, burada sifətdir. Düzdürmü? Oradakı evin pəncərəsinin iki silahlı şəxs ətrafı göz qoyurdu. Nə edirdi? Göz qoyurdu. Kim? Şəxs. Burada da isimdir. Burada isimdir. Deməli, birinci gəldi sifət, sonra gəldi isim. Bu bir dənə testdə baxaq cavablara da. Sifət, sonra da isim. Yadımızdan çıxmasın. Biz özümüz yazmalıyıq. Bir dəqiqə. Onda biz özümüz onda rəqəmlər ardıcıllıq yazmalıyıq da. Onda birinci gəlir 2. Deməli, birinci gələcək 2. Yazaq bura. Hara yazaq ki, getməsin. Deməli, birinci yazıq 2. Sonra gəlir 1. Gəlin digərlərində baxaq. Sonra zərflə feili sifəti istəyir. Zərfə baxaq. Zərflə feili sifəti istəyir. Zərf hansıdır? Oxuyan dördüncü olacaq. Çünki orada 2, 1, deməli bu da olacaq dördüncü. Deyirlər bir zamanlar bura dünyanın ən hündür zirvəsi hesab edilib bura. Baxın, zərflə ifadə olunub, yer zərfidir. Bu da 4 olacaq. Deməli, birinci gəldi. Mən də unutdum. Deməli, birinci gəldi bizdə, burada gəldi sifət başqası, sonra gəldi şəxs isim, sonra gəldi kim oxuyan, feili sifət gördüyünüz kimi, bir də sonra gəldi zərf. Cümlələrdəki mübtədanın ifadə vasitələrinə görə ardıcılığı müəyyən et. Ardıcılıqsa ardıcılığa riayət olunmalıdır. Deməli, döyüş meydanından çıxarılan yaralılar hospitala yerləşdirildilər. Kim yaralılar? Sifətlə ifadə olunub. Deməli, buraya yazaq 2. Kənddən gələnlər öz təkliflərini bizə çatdırdı. Nə etdilər? Çatdırdılar. Kim? Kənddən gələnlər. Feili birləşmə, deməli, bu olacaq 3. Qoca ev sahibi qapını açıb, onları içəri buraxdı. Nə etdi? Buraxdı. Kim? Qoca. Olur, qoca ev sahibi qapını açıb, onları içəri buraxdı. Deməli, qoca ev sahibi qapını açıb onları içəri buraxdı. Kim buraxdı? Ev sahibi. Hansı ev sahibi? Qoca ev sahibi. Üzrdən bu təyindir. Elədim, qoca içəri buraxdı deyir. Sonra gördüm ev sahibi. Bu olacaq isim. Əslində, isim deyil, üzrdən ismi birləşmə. Deməli, buraya yazırıq 4. Deməli, 2, 3, 4. Sonra da o çox güman ki, olacaq 1. Gəl ismə baxaq. Qardaşın ona etdiyi yaxşılıq heç zaman yadından çıxmırdı. Nə edirdi, yadından çıxmırdı? Nə yaxşılıq? Hansı yaxşılıq? Qardaşımın ona etdiyi yaxşılıq. Bu da təyin vəzifəsi. Yaxşılıq da isimlə ifadə olunub. Deməli, 2, 3, 4, 1. Bugünkü dərsimiz bu qədər. Çalışdım ki, testləri xırdalına qədər izah edeyim. Ümidvaram ki, faydası olacaq. İnşallah növbəti testlərdə görüşənədək.